Salam olsun əziz və böyük Türk milləti. Salam olsun Mustafa bəy sizə. Salam olsun MGTV izləyicilərimizə və bütün xalqımıza, Türk dünyasına. Demək, bu günlərdə artıq 2 gündür İran, İsrail, ABD, yəni Amerika savaşı başlayıb. Bunu öncəki videolarımızda 6 ay, 5 ay bundan qabaq MGTV kanallarında demişdik və bu haqda da məqalələrimiz var, yazılarımız da var, kitablarımız da var. Demək, bu savaş həm İran-Fars Molla rejiminə, həm də Çinə qarşıdır. Bu savaşda bugün gördüyünüz kimi Siyonistlərin attığı bombalardan az yaşlı qız uşaqlarının məktəblərində, okullara düşərək 87-yə yaxın körpə uşaqlar qətl edildi və hələ də davam edir bu qətllər. Mən burada nəyi demək istəyirəm? İran deyilən Türk yurdunda 35-40 milyon bizim Türk qardaşlarımız, canımız, eyni millətimiz, dilimiz, dinimiz, qardaşlarımız var. Bu 40 milyon Türk iki od arasında qalmış. Həm İran-Fars Molla rejiminin arasında, həm də Siyonist İsraillərin və Amerika imperialistlərinin bombaları arasında qalmış. Türkiyə Cumhuriyyəti və Azərbaycan Cumhuriyyəti başda olmaqla 40 milyon Azərbaycan türklərinə sahib çıxmalıdır. Onların haqlarını qorumalıdır. Səslərini çıxartmalıdır. Əgər orada bizim Azərbaycan türkləri yaşadığı bölgələrə, şəhərlərə, Təbrizimizə və digər bölgələrə bombardıman düşərsə, orada bir türklər qətl edilərsə, bunun hesabını soruşacağıq. Və buna görə də biz həmən həm Türkiyə, həm Azərbaycan hərbi olaraq, əskəri olaraq 40 milyon Azərbaycan türklərinə yardıma getməliyik, yardım etməliyik, müdaxilə etməliyik. Çünki bu İran-Fars Molla rejimi artıq düzü savaş uzanacaqdır. Bu uzanmağı da çox ağır nəticələr verəcək. Hələ bilinmir nə oyunlar gedir. Yəni burada həm Hürmüz boğazının bağlanması, həm ekonomik təsirlər, iqtisadiyyatımızın zəiflənməsi, həm dünyada iqtisadiyyatın dəngələrinin dəyişməsi və həm də bu savaş uzandıqca əgər Amerika və İsrail görsələr ki, İranla bacara bilmirlər, taktiki nüvə silahı atılması qaçılmazdır. Çünki heç cürə Amerika nə də İsrail bunu qəbul edə bilməz ki, onlar bu savaşı kaybetsinlər, uduşsunlar. Çünki bu bölgədə, Orta Doğuda və bu bölgədə hegemonluqlarını itirirlər. Buna görə də bunlar son ayaqda taktiki nüvə silahı vura bilərlər. Ancaq savaşın gedişatlarından çox şey asılıdır. Çünki idarəçilik dəyişdikcə hansısa bir idarəçilik Amerika ilə yenidən anlaşa bilərlər, kapitülyasiya edə bilərlər, dövləti təhvil edə bilərlər, yəni bazarlığa gedə bilərlər. Bu ikinci variantdır. Amma əsas odur ki, bugün savaş gedir və İran sonuna kimi savaşacaqdır. Rusiya burada ən böyük güc Rusiyadır. Rusiya nəyə görə səssiz durması, İrana dəstək etməsi, yalandan mediada sözlər deməsi və yaxud da silah verməsi düzdür. Füzələr zad verib. Ancaq tarixə baxsaq, heç vaxt Amerika Birləşmiş Devlətlərlə Rusiya qava savaşmayıb. Heç bir savaşda qava gəlməyiblər, qarşılaşmayıblar. Savaşları çıxardan Anglo-Saksonlar və Siyonistlər olmuş. Həm 1-ci Dünya Savaşını, həm 2-ci Dünya Savaşını. Bu 3-cü Dünya Savaşıdır. Bu Siyonizmdən İslama qarşıdır. İslamın savaşıdır, yeni dünya düzəlində. Rusiya həm Ukraynada Amerika ilə bazarlığa getmişlər. Çünki ola bilsin, yaxın günlərdə, üzümüzə gələn günlərdə Ukrayna savaşını durdurarlar. Və buna görə də bəzi bilgilərə görə Rusiya İranla, Amerika ilə İranı paylaşmışlar. Burada İsrail amili var. Bunların xəyalında olan böyük İsrail, Kürdistan qurmaq, orada nə bilim böyük İsrail qurmaq, o tam başqa bir konudur. Amma əsas
Amerika Birləşmiş Dövlətlərindən Rusiya İrana dəstək etmirsə, belə səssiz durursa, heç bir açıq dəstək etmirsə, bunlar bazarlara getmişlər. İranı parçalamağa, bölməyə. Çünki həm Rusiya, həm Amerika, Rusiya da %100 bilir ki, Çin bir nömrəli düşmənidir. Bunların üzdə görüşməyinə belə baxma. Rusiya dərin dövləti də doğruları bilirlər ki, Çin birbaşa ən böyük təhlükə Rusiya qarşı təhlükədir. Ona görə Amerika ilə bazarlığa gediblər. Həm Alyaskada görüşlərdə, həm digər bazarlıqlarda. Və aldığım bilgilərə görə qlobalistlər, yəni küresəlçilər artıq Rusiya ilə danışığa gedirlər. Bu vaxta kimi Rusiya qlobalistlərlə, yəni küresəlçilərlə, City of London mərkəzli qlobalistlərlə danışığa getmirdi. Ona görə də Ukrayna savaşı uzanırdı. Əgər Putin administrasiyası, dərin Rusiya bu günlərdə qlobalistlərlə danışığa gedəcəklərsə, yəni bazarlığa getsələr, Rusiya qlobalistlərlə bir yerdə hərəkətə başlasa, bu bilirsiniz nə olacaq? Bu Cənubi Qafqaz, İranın Təbriz mərkəzli Azərbaycan bölgəsi, Pribaltika ölkələri, Ukrayna hardan bölüblər? Şərq hissəsi, yəni doğu hissəsi Ukraynanın, cənub hissəsi hamısı Ruslara qalmaq şərti ilə. Odessa, Xerson, Zaporojets hamısı. Qərb hissəsi isə Amerikanlara qalacaq. Oranı da Rumıniya, Macaristan və digər NATO ölkələrdə qoşacaqlar. Bunların projesində budur. Bundan sonra Çinin üzərinə düşəcəklər və bu İran savaşında İranın petrolunu ələ keçirmək Çinin ekonomikasını diz çöktürməkdir. Yəni Çinin ekonomikası artıq Amerikan rıçaqlarla da olacaq. Bu da Çini zəiflətməkdir və Çini parçalamaqdır. Mənim demək istədiyim burada nədir? Türk Dövlətlər Təşkilatı heç bir türklər üçün bir səs eləmədi. Eləyəsi də deyirlər. Bunu artıq bilirik, kim kimdir, kim kimə satılır, kim kimin uşaqlığını eləyir, kim siyonistlərin yanındadır, kim Amerikanın yanındadır, kim Rusların yanındadır. Bu açıq bilinir. Bunları çox dərinə gedib araşdırmaq istəmirəm. Yəni hamımız bilirik bunu. Açıq-açıq nə oyunlar gedir. Sadəcə olaraq nəyə demək istəyirəm? Bir zaman Suriya sınırları içərisində yaşayan xalqların siyasını Birləşmiş Millətlər Təşkilatına təqdim edəndə 3,5-4 milyon Türkmen qardaşlarımızın ismi yoxdur orada. Bu haqda da dedim. YouTube'da da çıxışlarım var. Türkmen qardaşlarımızın haqqını savunmaq üçün onların varlığını ümumiyyətlə yox ediblər. Bugün də İranda 40 milyon, 35 milyon Türk qardaşlarımızın, millətimizin yardımına getməsək, Türkiyə, Azərbaycan onlara dəstək etməsə, onların haqqını savunmasa, qorumasa, səsini çıxartmasa, bir daha Türklükdən, Türk dövlətlərindən danışmaq lazım deyil. Biz əgər bunu edəriksə, Güney Azərbaycan dediyimiz, mən o sözü xoşlamam, mən Azərbaycan deyirəm. Azərbaycan olan 40 milyon, 35 milyon Türk qardaşlarımızı haqqını qorusaq, onlara dövlət qurdursaq, onları böyütsək, hərbi təlim, hərbi gücünü gücləndirsək, onlara dövlətçilik yaratsaq, Doğu Türkistanda Uyğur Türk qardaşlarımızın da ümidi artacaqdır. Ki, Türk qardaşlarımızın gözləri yoldadır. O Çin zülmündən də onu qurtaracaq. Və digər zülmdə olan Türk qardaşlarımızın. Əgər bunu etməsək, eyni Suriyədəki Türkmen qardaşlarımızı necə başını buraxdıq, yalnız savaşa öldürmək üçün istifadə etdik. Onların haqqını qorumadıq. Onların varlığını Suriya yeni hökumətin anayasasını təqdim edə bilmədiksə də, Güney Azərbaycanda olan Türk qardaşlarımızın haqqını edəməyəcəyik. Doğu Pərinçək İranı dövlət tərəfdən, siyasi tərəfdən deyir ki, İran bizim qonşumuzdur, dostumuzdur. Bildik. Çinə nə gedirdin? Çinə də gedirsən, orada desən Çin, Türkiyə, Rusiya. Buradan desən İran'a imkan verməməliyik. Oldu.
Onda necə olur ki, həm İran parçalanmağına imkan vermək, həm də oradakı 40 milyon türklərə dövlət necə quracaq onda? O türklərdə bir yaxşı söz var. Həm ayranın maşmasın, həm də nə bilim nə. Başa düşənlər bildi nə deyirəm. Çinə getmişdin, orada Uyğur türklərinin haqqını niyə savunmurdun ki? Hələ mükafat alıb gəlirdin. İndi Fars molla rejimini dəstəkləyirsən ki, İranı dəstəkləməliyik, bunu etməliyik, bunu etməliyik. Kimlər İsrailə dəstək verir, kimlər Amerikaya dəstək verir, hardan nə verirlər, hər şey bilinir. Bu 21-ci əsrdə internet zamanəsi, xəbərlər var, YouTube var, o birisi var, bu birisi var. Buna heç açıq deməyə ehtiyac yoxdur. Sadəcə olaraq, əgər İran parçalanmağa gedərsə, biz türklər, Türkiyə Cumhuriyyəti və Azərbaycan Türk Cumhuriyyəti 40 milyon türklərə yardıma getməliyik. Onların ordusunu qurmalıyıq. Könüllü milis dəstələrini qurmalıyıq. Azərbaycan Türk Cumhuriyyətinin sınırlarını qoymalıyıq. Onların liderlərini təşkil etməliyik. Onlara dövlətin kabinetini hazır etməliyik. Əgər bunu etməliyiksə, önceden dediğim kimi globalistlerle Rusya anlaşırsa, biz de içinde olmak şartıyla Cənubi Qafqaz, Təbrizə kimi, Ürüməyə kimi hamısı Rusiyanın nəzdinə keçəcək. Bunu dəqiq biləsiniz. Pribaltika, Ukrayna, digər Şərqi Avropa ölkələrində hamısı Rusiyanın tərkibinə keçəcək. Və bu planın adı SSR 2'dir. SSCB 2. Yani komünist ideologiyası olmasa da bu adla ikinci SSR'ni kururlar bunlar. Bu globalistlerin projesidir. Ve bu oyunların da hamısı buna göre gelir. Fikir verin, İngiltere her yerde var. Bütün savaşları çıkardır Anglo-Saksonlar. Ama hem de kölgədədir, hem de değil ben karışmıram. Ama bütün hamısının arkasında bunlardır. Para baronları, dünyanın bütün biznes baronları. Bilderberg klubu. Trump evangelistdir. Ve Trump'ı da hakimiyete getirenler AIPAC, Amerika'da AIPAC, Amerikan-İsrail Xalqlar Dostluğu Cəmiyyəti var, təşkilatı. 100 milyon evangelistlərdir səs verməkdə. Bunlar gətirirlər. Və Trump'ı da İran'a saldırmağa bunlar zorladılar. Hələ qarşıda nələr gözlənir? Heç kəs deyə bilməz. Bizim qonşumuz dövlətimizdir. Burada nələrin baş verməyi, əgər taktiki nüvə silahı işlənərsə, oradan gələn qaçqın köşkündən nə Azərbaycan qalacaq, nə Ermənistan, nə Gürcüstan. Cənubi Qafqaz boğulacaq qaçqınlarla. Burada su qıtlığı, qida qıtlığı, bunların içində gələn terörist, uyuşturucu xəstəsi, o bu su, bölgənin demək olar ki, ailəm qarışacaq bir-birə, böyük bir xaos əmələ gələcək. Dövlətin dövlətçiliyi itə bilər. Onun kimi də Türkiyə sınırından 15 milyon, 10 milyon İran vətəndaşı keçsə, onsuz da Suriyadan haqq hesablarında, Suriya savaşlarında 12-13 milyon Afgan kimləri girdi. İndi bir 10-15 milyon da bu Türkiyənin içine girsə, siz təsəvvür edirsiniz dövlətdə nə olacaqdır. Onsuz da ekonomik sıxıntılar çəkirik. Hər iki dövlətimizdə. Türk Dövlətləri Təşkilatında səs çıxmırsa da nə bu ağsaqqallarına, nə qara saqqallarına. Bunlar hamısının başını bırakın. Tokayev Trump'a göylərdən gələn qurtarıcı deyilsə, ölür, özünü öldürür ki, buna bir mükafat versin. Milləti qıran siyonistlər, bombanı verən evangelistlər, ölən müsəlmanlar da pul verir, təzə şəhər tikirlər. Siz oyuna baxın. Nə İslam ümməti? İslam ümməti qaldı. Türk birliğini birləşdirmək lazımdır. Və biz Türklərə də görə bütün bu İslam ölkələri, Pakistan qardaşlarımız hamısı bizdən birləşməlidir. Və böyük bir güc olmalıyıq. Biz hərbi güc olmasaq, biz vahid parlamentimiz yaranmasa, vahid gücümüz olmasa, təhlükdə hər kəsi bizi işğal edəcəklər. Yarın kimsə kiməsə dəstək eləyə bilməyəcəkdir. Qazaxıstanın pastasını bölüblər. Rusya, Anglo-Saksonlar, Çin
Qazaxıstan pastasını bölüblər. Tokayev Trump'a marxa indi. Trump sizin pullarınızı alır. O yatırım ki ötüzdürübdür oradaki təbii sərvətlər, yeraltı sərvətlərə. Bu olmayacaqdır. Hər kəs öz etkisi alanında olan, hegemon dövlətlər, öz etkisi alanında olan dövlətlərə sorumludur. Kimsə kiminsə ərazisinə girirsə də əlbəttə böyük savaşlar olacaqdır. Amerikanın bugün gəlib Qafqazda oturması və investisiya buraxmaları Ermənistanda da bunu Ruslar gözləyirlər. Ki bıraxsınlar paralı, infrastruktura qursunlar. Ondan sonra Ruslar bəlkə radikal oyuna girəcəklər. Hələ bilmək olmaz Paşinyan bu seçkilərdə qalib gələcək, gəlməyəcək. Hər gün bir oyun çıxır. Yəni mənim deməyim istədiyim budur. Əziz Türk millətim. Canımız bir, qanımız bir, dilimiz bir qardaşlarımıza sahib çıxmalıyıq. Türkiyə Cumhuriyyəti sınırları içində Türkiyə Cumhuriyyəti deyil. Türkiyə Cumhuriyyəti sınırlardan kənarda olan Türklərin Cumhuriyyətidir. Və onların hamısının haqqını qorumaq öhdəsindədir. Və onda biz güclü olacağıq. Sınırlarımızın içindəkilərlə yox. Boş-boş, pafoslu çıxışlar eləmək heç kimə lazım deyil. Kimsə mənim sözümə deyə bilər ki, sən bilmirsən, siyasət belədir, siyasət elədir, bugün belə deyirlər, sabah belə deyirlər, devlət haqlı, yalan deyirlər. Siyasətdə də cəsur addımlar atmaq lazımdır. Qorxaqlarla iş getməz. Qorxaqlarla dövlət qurulmaz, dövlət qorunmaz. Dövləti ağıllı və sərt, cəsur adamlarla qorurlar. Ona görə Türk dünyası bugündədir ki, Türk dünyamıza liderlik edən cəsur, qara gözlü, dəliqanlı və ağıllı bir lider yoxdur. Bütün bu Türk dövlətlərini hamısını bir çata alsa yıxsın. Onun kimi də Kiprisimizi, onun kimi də Kərkükü, Musulu, Suriyadakı Türkmenləri, bu günləri İrandakı 40 milyon Türk millətim qan ağlayır. Hamı oturur elə-belə baxır, gülür. Bombalar yağır üstünə. Körpə uşaqlar ölür, heç kəsin umurunda deyil. Biri deyir, mollalar belədir, Fars rejimi qoydağı, o biri deyir, siyonist belədir. Millət bölünüb 5 yerə. Bilinmir kim kimin yanındadır. Öz millətimizin dərdini çəkməliyik. Öz millət, öz qardaşlarımızın. Sabah mənə yanan onlar olacaq. Sabah mənim də dar günümdə onlar mənə kömək eləyəcəkdir. Nə Farsı, nə Rusu, nə Amerikanlısı, nə Jonisi, nə Monisi. Biz özümüz, yox əgər satılıblarsa da, sözdə xalqın qarşısına boş-boş çıxışlar eləyirlərsə də, amma doğrularda da görəndə ki, başqa oyunlar gedir. O başqa məsələ. Bir də ki, o Netanyahu'nun Hindistan Başbakanı Modi'nin yanında, o meymuna oxşayan Modi'nin yanında çıxış eləməyi, Türkiyə Cumhuriyyətimizi hədəf göstərməyi, Recep Tayyip Erdoğan'ı, eski İsrail Başbakanı Recep Tayyip Erdoğan'ı təhlükəli göstərməyi, hədə qorxu etməyi və yaxud da ki, təhqir etməyi, nə də Türkiyə Cumhuriyyətimizə İrandan sonra hədəfdə Türkiyə Cumhuriyyəti deməkləri hər kəs yaxşı eşitsin. Birincisi, kim istəyir Cumhurbaşkanını sevsin, kim istəyir sevməsin. O hər kəsin şəxsi işidir. O bizim daxili işimizdir. Biz hansısa siyasətinə xoşlayarıq, hansısa xatalarını istəmərik, hansısa sözü özümüz bilərik. Amma kimsə düşmən ölkələr ya yabancı ölkələrdən kimsə bir millətin Cumhurbaşkanına küfür edirsə, təhqir edirsə, düşmən dövlətlər, onların səsini kəsmək, onlara cavab vermək lazımdır. Çünki dövlətdə atributlar var. Gerb, bayraq, istiqlal marşı, bir də anayasası. Bu toxunulmazdır. Bunların birinə qarşı söz demək, bütün dövlətə, bütün xalqa, bütün millətə deməkdir. Onun kimi də Cumhurbaşkanı da, Dişişləri Bakanı da, İstihbarat Bakanı da, Başbakan da,
Bunlara da hər birinə hardasa təhqir edilməsi, aşağılanması, söz deyilməsi bütün millətin, xalqın, dövlətin adınadır. Bunu hər kəs başa düşür. Milli düşüncə deyəndə kimsə təkcə öz millətindən söhbət gedir. Milli düşüncə bütün millətə aiddir. Bizim millətin yarısı Rus başlıdır, yarısı Fars başlıdır, yarısı bilinmir başlıdır. Qalmışıq ortada. Türklər qan ağlayıb yardıma gedən yox. Kömək eləyən yox. Suriyada Türklərə kömək eləyən yox. Silah verib vuruşturmaqla deyil. Dövlətdən anayasada adları yox. İsimləri yox. Kərkük qalıb orada. Bərzani peşmərgələr 2 gündən bir seçkilərdə orada vurur, burada vurur. Millət vəkilimizi o günləri evini güllələdilər. Türkmen millət vəkilimizin, qadının. Niyə səs çıxartmadılar Türkiyədən? Nəinki Türkiyədən, heç Azərbaycandan da. Suriyadakı Türkmen qardaşlarımız bizim Oğuz boylarımız, Oğuz Türklərimizdir. Özbəöz Azərbaycandan gedən Türklərdir. Öz millətini sevmək bu qədər mi çətin şeydir? Öz millətini uca tutmaq, haqqını qorumaq bu qədər mi çətin şeydir? Başqa vaxt Putini sevmirlər, ya o birisi demirlər. Görürsünüz nə qədər? Bir dənə Rus millətinin ayağına daş dəyər o ölkədə, oranı işğal eləyərəm. Dövlət bu deməkdir. Dövlət öz sınırları içində özünü təkcə qorumaqla deyil. Səndən kənarda olan millətini qorumalısan ki, haqqını. Sən güclü olasan. Ümmət. Buradan sözüm Kürdlərə də, Kürd millətlərə də, Kürd qardaşlarımıza da. Bu bəzi komentarlarda yazırlar oradan biz Selahattin Eyyubinin torunlarıyıq. Oldu. Olun Selahattin Eyyubinin torunları. Mən burada 2 saat açıqlama verməyəcəm, o türk idi, Kürt idi, ərəb idi. O İslam Fatihi idi, Qüds Fatihi. Allah rəhmət eləsin. O Selahattin Eyyubinin torunları deyənlər, İsrailin piyonluğunu ne yapsız büyük? Amerikan imperialistlərin gücsü yenidən siyonistlər əlində olmağının onda onların yanında nə gəlsiniz siz? PJK, PKK'sı, obisi, bubisi, Bərzanisi. Selahattin Eyyubun torunu deyənlər. Sizlərədir. Siz Selahattin Eyyubun torunu kimi yaşadınız ki həyatınızda. Türk millətinin də adından danışanları deyirəm oradan. Həm Azərbaycanda, həm Türkiyədə. Hər kəsi yaxşı tanıyırıq. Şəxsən mən Azərbaycanda çox sözlü adam. Bu Turan, Türkçülükdə danışanları. Kimdir? Türkiyədəkiləri də tanıyırıq. Türkiyədə də dostlarımız var, onlar da tanıyır. Bu Türk millətinin adından danışıb, Turançılıqdan danışıb, yarın bir dənə qoltuğa, biraz paraya, bütün əqidəsini satanlar ortaya düşüb, qışqırıb, bağırıb salmasın. Bizdə də onun kimi Turançılıqdan danışanlar, Türkçülükdən danışanlar. Çox maraqlı bir duruma gəlmişik. Əziz millətim, Türkiyədə Türk millətini qatili, Türk millətini öldürən, 50 min sivil öldürənə öndər deyirlər, status verirlər, ümid haqqı verirlər, həm də milliyətçi partiyalar adıyla. Bizdə də Xocalı qatilli əlimizə keçib, öldürməyə əvəzinə, yedizdirib, çizdirib Ermənistana yola sallıq. Yarın da Xocalı anım günü gedib ağlayıb gül qoyuruq. Media, televizorlarda gecə-güz Xocalıda qətilyanları göstərir. Biz nəyə ağlayırıq, nə eləyirik? Bu xalq kafasını yiyib ya yox? Bu Türk milləti özünə gəlməlidir ya yox? Türk deyəndə hamının ağzı gözə əyilir. Türk'e Türk yetiştirə bilmirəm mən özünə. O qədər manqurtlaşıblar. Türk özünün kimliğini, mənliyini deyə bilmirsə də nədən danışaq onda? Nə Türk birliyilə danışaq? Bu oyunların axırı əgər Azərbaycan və Türkiyə vaxtında eyni addım atmasalar, bölgədə çox ağır sonuçlara gəlib çıxacaqdı bu.
Və Türkiyəmiz də bunu bilsin. Heç vaxt nə Avropa Birliyi, nə Siyonistlər, nə İsrail, Türkiyə açıq-açıq savaşa girməz. Heç bir kəs o bölgədə. Tarixə yaxşı baxın. Tarixdə hər zaman Siyonistlər və Anglosaksonlar Türkiyəni savaşa soxub kimlə? Rusiya ilə. Tək Rusiya ilə qarşı-qarşıya gətirə bilərlər. Və bunu da hər kəs anlasın. Nə oyunlar gedə bilər. Bir tək Rusiya ilə qarşı-qarşıya gəlir. Yalan heç bir dünyada dövlət Türkiyə ilə savaşa girə bilməz. Girsə də hamısını göməcək. Nə İsrail, nə Amerika, nə OBC, nə Hindistan, nə OBC. Hindistan, Pakistan, Afganistan bu oyunlarda hamısı İsrailin oyunlarıdır. Kimlərsə böyük İsrail qurmaq istəyir, vəd edilmiş torpaqlardır. Gəlib bir üzrə gəlib bizim Laçın, Kəlbəzərə çıxır. Kəlbəzər Laçın Kürt dövləti deyirlər, Respublikası. Birincisi Kəlbəzərdə tarix boyu 10 kənd Kürt milləti olanda 130 kənd türklərdir. İkincisi Azərbaycan arasında Kürdistan zat olmayıb tarixdə. Bunu Google'dan neçə vaxtı deyirəm, Elmlər Akademiyası Google'a şikayət edib bunu sildirmir. Laçın Kürt dövləti. Yarın bundan Siyonistlər bizə qarşı istifadə edəcəklər. Hələ yatın. Ya da ki, eləmək istəmişsiniz. Sahibləriniz icazə vermir. Sizin tasmanızı tutanlar. Artıq bu savaşda da kim kimin yanında safındadır, hər şey bilinir. Allah'a emanet olun. Vətən nə Türkiyə, Türkiyə, Türkistan, vətən böyük mühabbət turan. Bu düzen belə getməyəcək. Bu Türk milləti öz külündən yenidən doğacaq. Xoşça qalın.